Məni izləyən hər kəsi salamlayıram. Gününüz xoş keçsin deyirəm. Bugün gördüyünüz kimi asan və tez başa gələn çiyələk cemi hazırladım. Bunu necə hazırladım? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Mövsümü ikən çiyələyin həm cemini, həm kompotunu, həm mürəbbəsini hazırladım. Amma bugün cemini paylaşıram sizlərlə. Nə edirəm ilk öncə? Çiyələyi təmiz yuyuram. Bilirsiniz, çiyələk həm qumlu, həm torpaqlı olur. Bunu həm yarım saat islaqda saxlayıram. Sonra da bir-iki dəfə təmiz yuyuram. Bir çox meyvələrdən cem hazırlanır, amma çiyələk cemi tamlı olduğu üçün bir başqadır. Bizdə evdə sevilir. Həm bulkalarda, həm piroqlarda istifadə edirəm. Çiyələyin yarpaqlarını gördüyünüz formada təmizləyirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Çiyələklərin yarpaqlarını təmizlədim və bunları doğrayıram. Düzü doğramaya da bilərsiniz. Çünki bunları blenderdən keçirdəcəm. Bütöv şəkildə də bişirmək olur. Sadəcə daha tez bişsin deyə mən bunları doğradım. Artıq gördüyünüz kimi qazana əlavə etmişəm. Üzərinə bir balaca stəkan su əlavə etdim. Siz suyu əlavə etməyə də bilərsiniz. Çünki şəkər tozu əlavə edəndən sonra biraz saxlasaq öz suyu çıxacaq. Mən saxlamadığım üçün, həmən bişirdiyim üçün suyu əlavə etdim. Kimə necə rahatdırsa elə də bişirir. Artıq gördüyünüz kimi qaynayır, kəfini yığıram. Artıq bişib, bunları blenderdən keçirdirəm. Siz istəsəz bunu əzib də bişirə bilərsiniz. Blender mənə rahat olduğu üçün mən blenderdən keçirdirəm. Blenderdən də keçirtdim. Artıq yavaş-yavaş qaynayır və yenidən kəfini yığıram. Və bunu qaynayıb qatılaşana qədər bişirirəm. Cemi yumşaq sevmirəm. Cem biraz bərk olanda daha yaxşı olur. Çünki bulkalarda da yaxşı alınır. Yumşaq olanda axır bulkadan. Ona görə də həmişə çalışıram ki, çox qaynadım, qatılaşdırım. Artıq cemimiz bişib, gördüyünüz kimi həm qatılaşıb. Düzdür, buradan isti olduğu üçün duru görünür. Amma soyandan sonra bunu sizə göstərəcəm necə qatı olduğunu. Çünki mən qatı sevirəm. Bişən kimi isti bankalara yığıram. Gördüyünüz kimi buradan biraz duru görünür isti olduğu üçün. Səbrim yoxdur onu soyudub yığmağa. Həmişə belə isti yığıram, bankalarda soyuduram. Buradan rəngi tünd görünə bilər, amma rəngi bu deyil, çünki kamerada belə düşüb, rəngi normalda açıqdır. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Baxın, burada cemin qatılığını sizə göstərirəm. Həm rəngini, həm qatılığını necə möhtəşəm olduğunu görürsünüz. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allah əmanət olun.